şagirdin öz bədən çəkisindən asılı olmayaraq dəf edə biləcəyi müqavimətin maksimal çəkisidir. Nisbi qüvvədəki şagirdin dəf etdiyi xarici müqavimət göstərsin, onun bədən çəkisindən olan nisbətidir. Yaxşı, dayaqda irəliləmək hansı qabiliyyəti inkişaf etdirir? O qüvvə. Qüvvəni. Aysel müəllimə mənə desin, sürət qabiliyyətinin komponentləri hansılardır? 3 komponenti var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qat sürəti. Yaxşı, silsiləli hərəkətlər qrupuna nələr daxildir? Silsiləli hərəkətlər qrupuna qaçış, üzgüçülük, silsiləli hərəkətlər qrupuna aid deməli. Bir də velosiped. Sürət. Velosiped sürmə, sürətdə. Yaxşı. Siz mənə deyin, sürət gücün komponentlərin. Sürət gücün komponentləri müəllim 2 komponenti var. Sürətli qüvvə, sürət. Sürətli qüvvə, sürət. Ay sağ ol. Yaxşı. Fərqana müəllimə mənə desin. Bir neçə hərəkət mənə deyin ki, qüvvə qabiliyyəti inkişaf etdirsin aşağı ətraf əzəllərin inkişafı üçün. Aşağı ətraf yoldaşı kürəyə alıb aparmaq. Yoldaşı kürəyə alıb aparmaq. Qaz yerişi o. Bəli, qaz yerişi. Ağırlıq qaldırmaq. Ağırlıq qaldırmaq. Dayaqda irəliləmə. Aha. Yaxşı. Bəs pres hansı ətrafları inkişaf etdirir? Ön ətraf əzələləri. Ön ətraf əzəlləri. Yaxşı. Mənə deyin, turnikdə sallanma, yellənmə hansı qabiliyyəti inkişaf etdirir? Bədən əlmə qabiliyyəti. Aha, yaxşı. Kərimət müəllimə mənə desin, əyilgənlik qabiliyyətinin komponentləri hansılardır? Əyilgənlik hərəkətin daha geniş amplituda ilə yerinə yetirilməsinə deyilir. Holaylanma, yellənmə hərəkətləri, dartma alət və avadanlıqlarla istifadə alətlər aid 2 komponenti var. Oynaqların mütəhərrikliyi, əzələ bağ aparatının elastikliyi və əyilmə qabiliyyətinin təsərrüf formasına görə 2 yerə ayrılır. Dinamik və statik. Dinamik əyilgənlik hərəkətin icrasıdır. Statik hərəkətli bədənin vəziyyətlərindən təzahür edir. 2 növü var. Fəal və qeyri-fəal əyilgənlik. Fəal əyilgənlik şagirdin öz icra bədənin öz icra qüvvəsinə aiddir. Qeyri-fəal kənar müdaxilərin köməyi icrasına icra olunur. Kifayətdir. Uzanaraq dayaqda topun bir əllə itələnməsi hansı qabiliyyəti inkişaf etdirir? Uzanaraq dayaqda hərəkətin qüvvə qabiliyyəti. Yaxşı. Sevinç müəllimə mənə desin. Qüvvə qabiliyyəti nəyə deyilir? Tərifi. Qüvvə qabiliyyəti. Olar müəllimə deyim. Yox. Xarici müqavimət yerinə yetirməsi hesabına xarici müqavimət etmək, ona qarşı dayanma qabiliyyətidir. Qüvvə qabiliyyətinin komponentləri hansılardır? Yuxarı ətrafların əzələ qüvvəsi, aşağı ətrafların əzələ qüvvəsi. Hər sualına cavab versin də olar. İcazə verirsiniz bir-birinizə. Mən çünki başa düşmürəm axı sizi. Bəlkə səhv deyirsiniz, başa düşmürəm. Sevinç müəllimə, qüvvənin komponentləri? Qüvvənin maksimal nisbi partlayış, O təzahür formalardır. Mən komponentlərini soruşuram. Ümumi qüvvə və qüvvə dözümlüyü. Qüvvə dözümlüyü. Növləri hansılardır? Yuxarı ətrafların əzələ qüvvəsi. Növləri mütləq qüvvə, nisbi qüvvədir. Nisbi qüvvə, hə. Siz hardan oxumuşsunuz dərsi? PDF-dən ya kitabdan? Yox, mənə kitab bu gün gəlmişdi. PDF-dən oxumuşdum. Ona görə hələ tam oxumamışsınız. Yaxşı oldu. Günay xanım, müəllimə mənə desin. Uzanaraq dayaqda topun bir əldən digərinə ötürülməsi hansı qabiliyyəti inkişaf etdirir? Qüvvə. Qüvvə qabiliyyəti. Yaxşı, qüvvə qabiliyyəti hansı qabiliyyətlərlə əlaqəlidir? Qüvvə qabiliyyəti sürət güclə. 4x50 estafet qaçışı hansı qabiliyyəti inkişaf etdirir? Nə müəllimə? 4x50 estafet qaçışı. Sürət gücü. Sürət müəllimə, sürət. Sürəti.
Sonra bədən əlmə qabiliyyəti neçə faiz qızlarda oğlanlara nisbətən daha yaxşı inkişaf olunur? 20%. 20-30. 20-30%. 20-30. Yaxşı, Cavad müəllim mənə desin. Ərgənin hansı forması gündə 3-5 dəfə və yaxud da gündə 3-5 dəfə 10-15 dəqiqə icra olunanda daha effektli olur? O yadından çıxarmışam. Fəal ərgənin. Tamam. Aha. Hə. Yaxşı. Ərgənin qabiliyyətinin komponentləri? Oynaqların mütəəlliqə tərəf bağlanan elastikliyi. Aha. Yaxşı. Hansı metodları var? Fəal, qeyri-fəal. Bəli. Metodları Bəli. təkrar seriyalı, fasilə dairəli. Dairəvi, fasiləli, dairəvi. Yaxşı. Bəs qüvvənin metodları hansılardır? Qüvvənin təkrar seriyalı, Yox, izometriya, imtinaya qədər. imtinaya qədər, izometrik piramida, zərbə, təkrar seriya. Hər zaman. Yaxşı. Siz mənə deyin, oturuşda baldırdan tutmaqla irəliləmək hansı qabiliyyəti inkişaf etdirir? Qüvvə. Bəs oturmuş vəziyyətdən irəli əyilmə? Ərgənlik. Bəli, ərgənlik. Körpü vəziyyətdə də ərgənlikdir. Bəs gövdənin bükülüb atılması? Ərgənlik. Gövdənin. Gövdənin, bəli. Demişdik axı, gövdənin bükülüb atılması. Qüvvə qabiliyyətidir. Eyni zamanda biz ondan normativ götürürük məktəbdə. Kiçik summativ. Yaxşı. Humay müəllimə mənə desin. Qüvvə qabiliyyətinin təzahür formaları. Qüvvə qabiliyyətinin təzahür formaları. Nisbi partlayış. 5 yer adlı. Nisbi partlayış, reaktivlik, sürətli. Və fartlik. Yaxşı. Axşamlı xidmət. Bir dənə Leyla müəllimə sual verə bilərəm zəhmət olmasa. Bu təzahür formaları götürəndə 5 götürürük də. Müəllimə 4 döydə 5-dir. Dəfələrlə demişəm. Bəli, 5 götürürük. Humay müəllimə, siz mənə deyin. Dəstəli atda hərəkətlər hansı ətrafları inkişaf etdirir? Yuxarı ətraf. Bəli, düzdür. Yaxşı. Qüvvə qabiliyyətini digər qabiliyyətlərdən fərqləndirən səbəb nədir? Xüsusi bir səbəb var. Ümumi götürəndə hamısında qüvvə olmalıdır da. Qabiliyyətləri də bazadır. Alt hərəkət qabiliyyətin bazası sayılır, düzdür. Yaxşı, mənə desin Nailə müəllimə. Nailə müəllimə, siz mənə deyin qüvvə qabiliyyətinin komponentlərin, bir də növlərin. Müəllimə, qüvvə qabiliyyəti 2 komponentin dedi də müəllimə. Bəli. Öncə gəlmişəm meydanına görə biraz üzr istəyirəm. Deməli, qüvvənin hansı komponentləri var idi? Bir dəqiqə. Ümumi qüvvə dözümlülüyü müəllimə, o da səhv eləmə. Bəli. Qüvvə dözümlülüyü və ümumi dözümlülüyü Mütləq nisbi. Hə, komponentlər ümumi qüvvə dözümlülüyü, Növü mütləq nisbi. bir dənə soruşdunuz müəllimə. növləri bəli. Növü mütləq nisbi. Mütləq və Hə, növləri nisbi, bir də mütləq qüvvədir. Nailə müəllimə, ərgənliyin növləri hansılardır? Fərqi deyirsiz? Bəli. Növləri. Hə, müəllimə, elə bir 12 növ var, fəal və qeyri-fəal, amma təzahür formaları desə dinamik statikdir. Aha. Bəs qüvvə Fəal deyəndə müəllimə özü, amma qeyri-fəal deyəndə kiminsə müəllimin ya yoldaşının köməyi ilə olur. qüvvənin metodları hansılardır? Metodlar bir dəqiqə müəllimə. Zərbədir, imtinaya qədərdir, piramidadır, izometrikdir. Sonra nə idi? İmtinaya qədərdir. Zərbə. Təkrardır, təkrar serialdır. Bax belə. Zərbə təkrar seriyalı. Yaxşı. Mənə desin, deməli, kimdən soruşmadım? Rəfiqə müəllimə.
Rəfiqə müəllimə heç sual cavabda iştirak eləmir. Müəllimə, qüvvə qabiliyyətini bizdə danışaq, yoxsa yaddan çıxmışıq? Soruşacağam. Bir-biri qalıb da soruşacağam. Rəfiqə Məcbur müəllimə, gəl. bir dəqiqə üzr istəyirəm Firaz müəllim. Rəfiqə müəllimə, mən artıq belə deyim də, bundan əvvəl bir neçə dəfə şahid olmuşam. Bir neçə təlimçi dərsimə qoşulub materiallara görə əvvəlki illərdə sual cavabda iştirak eləməyib. Sonra materialları alır, materiallarımla başqa müdavimlərə, yəni öz müdavimlərinə dərs keçir, testləri, özüm əziyyət çəkmişəm, hazırlamışam. Onlarla başqa öz müdavimlərinə dərs keçir. Ona görə sual cavabda